Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Biz evlənəndə dedilər 3 aya boşanırlar. Sonra dedilər 1 ilə qalmaz. Ardınca deyildi ki 2 il tamam olmaz. Amma övladlarım oldu. Mağazin aləminə materialdır. Amma ailəm müqəddəsdir. Xoşbəxtəm. Allah ayrılıq yazdısa da pozsun. Övladlarım mənsiz qala bilmir. Xəbər verilir ki, bu sözləri Türkiyəli müğənni Doğuş Türkiyədə bizi proqramında qonaq olarkən deyib. İfaçı aparıcı Xoşqədəm Hidayət qızı ilə evliliyindən danışıb. Anlayışlı olmazsan xoşbəxt ola bilməzsən. Yeni evlənəndə də bizə Türkiyədə aparıcılıq təklifi gəldi. Amma Xoşqədəm dedi ki, ölkəmdə qalın. İlk vaxtlar mən Türkiyədə qaldım, uşaqlarım da mənimlə yaşayırdı. Xanımım da gedib gəlirdi. Amma sonra mən onun yanına getdim. Küçədə bir-birimizlə bəy xanım deyə danışırıq. Mübahisələrimiz olur, amma bir-birimizə baxanda susmağı da bilirik. Ata olmaq məsuliyyətdir. Sosial mediada bəzi atalar görürük. Allah onları məhv etsin. Uşaqlarıma lazım olsa ürəyimi də verərəm. Onlara deyirəm ki, sizə küçədə yatdığım anları göstərəcəyəm. Hər dəfə soruşurlar ki, nə vaxt gedəcəyik oralara? Onları gözəl böyüdürəm. Amma çətinliyi də göstərmək istəyirəm. Mən də analar da onların gələcəyini düşünmüşük. Amma çətinliyi görsünlər. Hər istədiklərini almıram. Az edirəm. Onların xəbəri yoxdur. 25 yaşından sonra gələcəklərini quracaqlar.